Ərzaq məhsullarının yüksək qiymətlərinin arxasında kim dayanır və vətəndaşların xərclərini necə azaltmaq olar? Bu məsələ ilə bağlı hökumət administrasiyasında müzakirə bugün 2 saatdan çox davam etdi. Baş nazir distributor şirkətlərinin nümayəndələri ilə görüşdü. İrakli Qobaxidze iclasda qeyd etdi ki, ilkin araşdırmaya görə Gürcüstanda qiymət artımı orta hesabla 86% təşkil edir ki, bu da kifayət qədər yüksək rəqəmdir. Məhz buna görə də hökumət başçısının sözlərinə görə komissiyanın məqsədi müvafiq tərəflərlə müzakirələr nəticəsində qiymət təyin etmə zəncirinin necə işlədiyini və qiymətlərin endirilməsi üçün harada imkanların olduğunu müəyyən etməkdir. Qeyd etmək lazımdır ki, gələn həftədən etibarən qida istehsalçıları ilə yanaşı əzcaçılıq və yanacaq qiymətləri ilə bağlı da oxşar görüşlər keçiriləcək. Dövlət administrasiyasında keçirilən komissiyanın iclasında Distributorlar Asosiasiyasının rəhbəri ilə yanaşı təxminən 15 distributor şirkətinin nümayəndələri iştirak edib. Mediaya açıqlama verən asosiasiya rəhbəri məhsulların gömrükdən daşınması ilə yanaşı qiyməti əhəmiyyətli dərəcədə təsir edən əlavə böyük xərclərin də olduğunu qeyd edib. Laşa Rijamadzenin sözlərinə görə yerli istehsalçı və distributor şirkəti bazardakı vəziyyəti müəyyən edə bilmir. O alıcıyı əhəmiyyətli güc sahibi kimi göstərib. Bundan əlavə, onun izahatına görə məsələnin tənzimlənməsi problemi həll etməyəcək, baxmayaraq ki, müsbət rol oynayacaq. Dağıtım şirkətləri proseslərin heç bir tərəfə zərər dəyməyəcək şəkildə inkişaf edəcəyinə ümid etdiklərini bildirirlər. Baş nazirin rəqibləri ilə debatlar keçirmək təşəbbüsü ikinci gündür ki, qiymətləndirmə mövzusudur. Müxalifət hakim komanda ilə debata hazırdır. Dəyişikliklər koalisiyasının liderlərindən biri olan Zurab Girci-Caparidze illərdir İrakli Qobaxidzeyi debatlar keçirməyə çağırdığını bildirir. Milli hərəkət də hazır olduğunu bildirir. Lakin onlar qeyd edirlər ki, siyasi debatlar bəyanatlar deyil, konkret addımlar tələb edir. O cümlədən onların fikrincə yeni seçkilərin təyin edilməsi və siyasətçilərin həbsdən azad edilməsi zərurəti. Qaxariya Gürcüstan Naminə Partiyasının nümayəndələri müxalifətin Georgi Qaxariyanın İstintaq Komissiyasının iclasında çıxışı ilə bağlı mənfi açıqlamalarına açıqdırlar, lakin debatlar keçiriləcəyi təqdirdə iştirak etməyə hazırdırlar. Strasburq məhkəməsi Gürcüstan Gənc Hüquqşünaslar Asosiasiyasının 2024-cü il parlament seçkiləri ilə bağlı verdiyi şikayətlərə baxmağa başlayıb. Asosiasiya bu barədə bugün keçirilən brifinqdə danışıb. Asosiasiyanın məlumatına görə Strasburq məhkəməsi işə əhəmiyyətli təsirə malik iş statusu verə bilər. Brifinqdə bildirilib ki, iddia bir neçə məsələyə, o cümlədən parlament seçkiləri günü səs vermənin gizliliyi prinsipinin pozulub-pozulmadığı məsələsinə yönəlib. Qeyri-hökumət təşkilatının seçki günü istifadə edilən bületenlərin keyfiyyəti ilə bağlı da sualları var. 8 partiya və bir sənəd. Müxalifət müxtəlif partiyaları vahid plan ətrafında birləşdirməli olan konsensus sənədi üzərində işləməyə davam edir. Məqsəd əsas alternativ qüvvə yaratmaqdır. Adı çəkilən 8 partiyanın nümayəndələri yeni birlik cəhdinə nikbin yanaşır və mübarizənin əsas strategiyası barədə razılığa gələ biləcəklərini bildirirlər. Gürcü arzusunda fərqli düşünürlər. 4 oktyabrda Prezident Sarayının yaxınlığında baş verən hadisələr zamanı saxlanılan 15 nəfərin məhkəməsi Tbilisi şəhər məhkəməsində keçirilib. İttiham tərəfi sübutları araşdırıb. Bugünkü məhkəmə prosesində prokurorluq 5 habidoskopik mütəxəssis şahid qismində dindirib. Təqsirləndirilən şəxslərin əksəriyyəti məhkəmədə iştirak etməyib. Buna səbəb təqsirləndirilən şəxslərdən biri Qaxaber Mjavanadzenin əvvəlki iclasda digər təqsirləndirilən şəxslər adından oxuduğu və İraq Qobaxidzenin dindirilməsini tələb etdiyi ifadədir. Məlumat üçün bildirək ki, saxlanılanlar strateji və xüsusi əhəmiyyət obyektləri ələ keçirməyə və bloklamağa cəhd maddəsi ilə qrup şəklində ittiham olunublar. Georgi Vaşadze Rustavi həbsxanasını tərk etdi. Strategiya Ağmaşenebeli partiyasının liderini həbsxananın qarşısında ailə üzvləri və tərəfdarları qarşıladılar. 7 aylıq həbs müddəti bitdikdən sonra Georgi Vaşadze mübarizəsini davam etdirəcəyini və baş nazirlə debata hazır olduğunu bildirir.
Keçmiş İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini Romeo Mikautadzenin məhkəməsi Tbilisi şəhər məhkəməsində keçirilib. Məhkəmə iclasında 6 ittiham tərəfinin şahidi dindirilməli idi, lakin Mikautadze və onun vəkilləri bu şəxslərin dindirmə mərhələsində verdiyi ifadələri təqzib etmədilər və buna görə də şahidlər dindirilmədi. Məhkəmədə Romeo Mikautadzeyə tətbiq edilən qətimkan tədbiri də nəzərdən keçirildi. Keçmiş yüksək vəzifəli məmur həbsdə qaldı. Mikautadze vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda gəlir əldə etməkdə ittiham olunub. O, 12 ilə qədər həbs cəzasını nəzərdə tutan bir neçə maddə ilə ittiham olunur. İstintaq orqanları psixotrop dərmanların qanunsuz paylanması faktlarını araşdıracaq. Səhiyyə Nazirliyi məlumat açıqlayır. Söhbət psixotrop dərmanların reseptlərini əsaslandırmadan, diaqnoz qoymadan və xəstə ilə məsləhətləşmədən verən həkimlərdən gedir. Agentlik bildirir ki, bəzi hallarda müvafiq icazəsi olmayan həkim psixotrop dərmanlar üçün resept verib. Nazirliyin məlumatına görə dərmanların gündəlik dozadan 2-3 dəfə çox miqdarda paylandığı hallar olub. Milli Qida Agentliyi, agentliyin idxal edilən körpə qidası məhsulu ilə bağlı araşdırma başlatdığını bildirən bir açıqlama yayıb. Agentlik Avropa Komissiyasının sürətli xəbərdarlıq sistemi vasitəsilə qida ilə bağlı rəsmi bildiriş almamasına baxmayaraq maksimum ehtiyat tədbirləri nəzərə alınmaqla agentlik satış şəbəkəsindən müəyyən partiyaların geri çəkilməsi üzərində nəzarəti həyata keçirir. Bunlar ekranda seriyalarını gördüyünüz partiyalardır. Agentlik adı çəkilən partiyalardan məhsul alan istehlakçıları onlardan istifadə etməməyə çağırır deyə Milli Qida Agentliyinin bəyanatında bildirilir. Avropanın böyük akseleratoru Startup Bootcamp yerli startupların təliminə başlayır. Keçən il akselerator müsabiqəyə təqdim edilən 1200-dən çox müraciət arasından 40 startupı seçib. Akselerasiya proqramının birinci mərhələsi onlar üçün 2 aylıq intensiv təlim və mentorluq müddətini əhatə edən Founder Market Fit başlayacaq. Gürcüstan hökuməti tərəfindən elan edilən beynəlxalq müsabiqədə qalib gələn ölkəyə ümumilikdə 4 beynəlxalq akselerator daxil olub. Proqramın məqsədi innovativ texnologiyaların inkişaf etdirilməsi və Gürcüstan şirkətlərinin beynəlxalq bazarda yer almasıdır. Gürcüstanın infrastruktur naziri Revasso Xadze və Acarıstan hökumətinin sədri Sulxan Tamazaşvili Acarıstanda infrastruktur layihələrinin gedişatı ilə tanış olublar. Kobuletidə onlar Bələdiyyə İnkişaf Fondu tərəfindən planlaşdırılan çox funksiyalı idman kompleksi və Xucubani kəndində yeni reqbi stadionunun layihələrini müzakirə ediblər. Tikintisinin 2026-cı ilin yayında başa çatdırılması planlaşdırılan çox funksiyalı idman kompleksinin layihələndirmə işləri. Layihəyə 500 tamaşaçı yeri olan idman infrastrukturu, üzgüçülük hovuzları, fitness və mədəni idrak məkanları daxildir. Xucubanidə 250 tamaşaçı yeri olan yeni süni örtüklü reqbi meydançası təşkil olunacaq. Hökumət nümayəndələri həmçinin uşaq bağçalarına və məktəblərə baş çəkiblər. İnfrastruktur naziri və Acarıstan hökumətinin sədri bugün Batumi Sarpi avtomobil yolunun tikinti sahəsində ziyarət ediblər. Radisson Otelində uğurlu Tbilisi idmançılarının mükafatlandırılması mərasimi keçirildi. Dünya və Avropa çempionatlarında müstəsna uğur qazanan ümumilikdə 236 idmançı mükafatlandırıldı. Paytaxt hökuməti onlara pul mükafatları təqdim etdi. Tədbir 2018-ci ildən bəri hər il keçirilir və Tbilisi şəhər meriyası tərəfindən təşkil olunur.